Salam, bugünkü mövzumuz auto müstəqilliyi və qeyri-təsdiqləmə xidmətləri haqqında olacaq. Təsdiqləmə tapşırığı dedikdə nəyi nəzərdə tuturuq? Sadə dildə desək, təsdiqləmə tapşırığı bir auditorun və ya müstəqil mütəxəssisin hansısa məlumatın, məsələn, maliyyə hesabatlarının düzgün və etibarlı olub-olmadığı barədə rəsmi rəy verdiyi xidmətdir. Əsas məqsəd budur. İnvestorlar, kreditorlar, dövlət qurumları və digər maraqlı tərəflər qərar qəbul edərkən bu məlumatlara güvənə bilsinlər. Yəni auditor bir növ məlumatın keyfiyyət möhürünü vurur. Yəni auditor rəyi olmadan həmin maliyyə hesabatının istifadəçisi üçün sadəcə şirkətin öz iddiası olduğunu iddia edə bilərikmi? Tam dəqiq. Auditor rəyi olduqda isə üçüncü müstəqil tərəfin təsdiqi var və bu hesabatın çəkisini əhəmiyyəti dərəcədə artırır. Təsdiqləmə tapşırığı olmayan xidmətlər hansılardır desək, bu xidmətlər non-assurance service adlanır, yəni əminlik verməyən xidmətlər. Auditor şirkəti onları göstərir, amma burada heç bir rəy, heç bir təminat vermir. Sadəcə peşəkar dəstək təklif edir. Mühasibət sütunun aparılması, vergi məsləhətləri, maliyyə konsultasiyası, daxili nəzarət sistemlərinin qurulması, biznes planlarının hazırlanması, digər məsləhət xidmətləri. Diqqət edin, bu xidmətlərdə auditor sadəcə köməkçi və ya məsləhətçi rolundadır. Yəni, o hər hansı məlumatın düzgün olduğunu təsdiqləmir, sadəcə müştəriyə kömək edir. Yəni, fərq prinsipaldır. Birində auditor hakim rolunda, digərində isə məsləhətçi rolundadır. Bunun müqayisəsi çox dəqiq müqayisə alınır və əsl problem də məhz burada başlayır. Eyni şəxs hər iki rolu eyni müştəri üçün eyni zamanda yerinə yetirməyə çalışdıqda. Bu zaman məntiqi sual yaranır. Niyə auditor şirkətləri belə bir kombinasiyaya can atırlar? İki əsas səbəb var. Birincisi, müştəri tələbidir. Şirkətlər bir qapıdan kompleks xidmət almaq istəyir. İkincisi, auditor üçün əlavə gəlir mənbəyidir. Auditor şirkətin fəaliyyətini artıq yaxından bildiyi üçün əlavə xidmətlərdə səmərəli göstərə bilər. Bazar baxımından bu məntiqlidir. Amma peşəkar etika baxımından burada böyük amma var. Gəlin bu ammanı açıqlayaq. Hansı risklər yaranır? Ən böyük risk özünü yoxlama təhlükəsi adlanır. Beynəlxalq standartlarda safe review trade. Təsəvvür edin, bir müəllim öz şagirdinin imtahanını yoxlasa, problemi yoxdur. Amma müəllim öz cavabını özü yoxlasa, obyektiv ola bilərmi? Heç vaxt. Çünki kimsə öz işindəki səhvi görmək istəmir. Məhz auditor da insandır. Əgər o şirkətin maliyyə sistemini özü qurubsa və sonra həmin sistemi audit edirsə, öz səhvini etiraf etmək psixoloji baxımdan çətindir. Yaranan əsas risklər, müstəqilliyin pozulması, peşənin əsas prinsipinə zərbə, maraqların toqquşması, auditor həm məsləhətçi, həm yoxlayıcı rolunda. Subyektiv qərar vermə, ehtimalı, auditor rəyinə ictimaiyyətin etibarının azalması, standart istinadı. Bu prinsiplər auditor xidməti haqqında Azərbaycan Respublikasının qanunun müvafiq müddəaları və Peşəkar Etika Məcəlləsinin 120-ci bölməsindəki konseptual çərçivəsi ilə tənzimlənir. Beynəlxalq səviyyədə bu məsələ necə tənzimlənir desək, əsas tənzimləyici sənəd IESBA tərəfindən hazırlanmış peşəkar mühasiblərin beynəlxalq etika məcəlləsidir. Birbaşa qeyri-təsdiqləmə xidmətlərinə həsr olunub 600 nömrəli bölməsi. Bu bölmənin əsas prinsipi belədir. Auditor hər hansı qeyri-təsdiqləmə xidməti qəbul etməzdən əvvəl müstəqilliyə təhdidləri müəyyən etməli, qiymətləndirməli və lazımi tədbirləri görməlidir. Məcəllə 3 əsas yanaşma tələb edir. Təhdidlərin müəyyən edilməsi, hansı risk yaranır? Təhdidlərin qiymətləndirilməsi, risk qəbul edilə bilən səviyyədədirmi? Və tədbirlərin tətbiqi, riski azaltmaq və ya xidmətdən imtina etmək. Əgər təhdid heç biri tədbirlə qəbul edilə bilən səviyyəyə endirmək mümkün deyilsə, xidməti ümumiyyətlə göstərməməlidir. Bu açıq qaydadır. Çox vacib bir qadağa da var. Auditor heç bir halda audit müştərisi üçün idarəetmə məsuliyyətini öz üzərinə götürə bilməz. Yəni qərar verən tərəf
olmamalıdır. Bütün qeyri-təsdiqləmə xidmətləri eyni dərəcədə risklidirmi desək? Xeyr, bəzi xidmətlər digərlərindən qat-qat risklidir. Onları yadda saxlamaq lazımdır. Ən yüksək risk yaradan xidmətlər Manspaçotun aparılması və maliyyə hesabatlarının hazırlanması. Auditor öz hazırladığı uçot məlumatlarını və ya hesabatları sonradan audit etdikdə birbaşa özünü yoxlama vəziyyətinə düşür. 2. Daxili nəzarət sistemlərinin qurulması. Auditorun qurduğu nəzarət sistemini sonradan qiymətləndirməsi obyektivliyə zərbə vurur. 3. İdarəetmə qərarlarında iştirak. Auditor məsləhət verə bilər, lakin son qərar müştəri özü qəbul etməlidir. Əks halda auditorun əsl mənasında müştərinin tərəfdaşına çevrilməsi yaranır. 4. Daxili audit funksiyasının tam idarə olunması. Daxili audit müəssisənin idarəetmə alətidir. Onun tam icrası xarici auditor tərəfindən aparıldıqda funksiyaların ayrılması prinsipi pozulur. Qəbul etdik ki, risklər var. Yaxşı, bu riskləri necə idarə etmək olar? Hansı mexanizmlər var? 4 əsas mexanizm göstərilir. Funksiyaların və komandaların ayrılması. Audit komandası və qeyri-təsdiqləmə xidmətini göstərən komanda fərqli şəxslərdən ibarət olmalıdır. Eyni şəxs həm məsləhətçi, həm auditor ola bilməz. Daxili keyfiyyət nəzarəti. Auditor təşkilatı daxilində əlavə monitorinq və icma mexanizmlər olmalıdır. Bu məqamda beynəlxalq keyfiyyət idarəetmə standartının birə əsasən tələbləri tətbiq olunacaq. Müştərinin məsuliyyəti. Bütün son qərarlar müştəri tərəfindən qəbul edilməlidir. Auditor yalnız texniki dəstək verə bilər, qərar verə bilməz. Müştəri tərəfindən səlahiyyətli rəhbər şəxs təyin edilməlidir. Açıqlama və şəffaflıq. Göstərilən bütün xidmətlər, onların haqları idarəetmə tərəfində məsul orqana, adətən audit komitəsinə açıqlanmalıdır. Və ən vacibi, əgər bütün bu tədbirlərə baxmayaraq riski qəbul edə bilən səviyyəyə düşmürsə, ən doğru qərar xidməti ümumiyyətlə qəbul etməməkdir. Banklar, sığorta şirkəti kimi iri qurumlar üçün qaydalar fərqlidir desək, bəli və xeyli sərt fərqlidir. Bu qurumlar ictimai əhəmiyyətli qurumlar, beynəlxalq terminologiyada PIE adlanır. PIE statusunda olan qurumlara aiddir. Səhmləri açıq bazarda dövriyyədə olan şirkətlər, banklar və digər kreditor təşkilatları, sığorta şirkətləri, pensiya fondları, iri ictimai əhəmiyyətə malik digər təşkilatlar. Bu qurumlarda qayda belədir. Əgər hər hansı qeyri-təsdiqləmə xidməti özünü yoxlama təhlükəsi yaradırsa, həmin xidmət birbaşa qadağandır. Heç bir tədbirlə həll edilə bilməz. Sadəcə qəbul edilmir. Peşəkar etika məcəlləsi baxımından bu qaydalar çox sərtləşdirilib. Bunun səbəbi çox sadədir. Bu qurumların fəaliyyəti geniş ictimaiyyətə təsir göstərir. Bir bankın audit edilmiş hesabatı minlərlə əmanətçinin qərarına təsir edir. Burada səhv buraxmağın imkanı yoxdur. Bütün bunları bir cümlə ilə yekunlaşdırmalı olsaq, auditor üçün ən vacib etik prinsip nədir desək, müstəqillik və obyektivlik. Bunlar bir-birindən ayrılmazdır. Auditor heç bir təzyiq və ya təsir altında qalmamalı, faktlara və peşəkar sübutlara əsaslanaraq rəy bildirməlidir. Müstəqillik iki səviyyədədir. Zehni müstəqillik, auditorun düşüncəsi, yəni qərar vermə prosesində azad olmağını göstərir. Görünüşdə müstəqillik, kənardan baxan üçüncü tərəfin də auditorun müstəqil görməsi deməkdir. Hər ikisi vacibdir. Çünki auditin əsas dəyəri etibardır. Etibar isə yalnız müstəqilliyin həm reallıqda, həm də görünüşdə qorunması ilə formalaşır. Son illərdə dünyada baş vermiş maliyyə qalmaqalları bizə bir həqiqəti xatırlatdı. Auditorun müstəqilliyi pozulduqda nəticələri təkcə bir şirkət deyil, bütöv bazarlar, minlərlə investor və bütün iqtisadiyyatı sirkələyə bilər. Buna görə də qeyri-təsdiqləmə xidmətlərinin göstərilməsi sırf kommersiya məsələsi deyil, peşəkar etikanın və ictimai marağın məsələsidir. Auditdə peşəkarlıq standartlardan başlayır, lakin etibar etik davranışla formalaşır. Növbəti videoda görüşənədək izlədiyiniz üçün təşəkkür edirik.